Akif, bütün müşterilerimiz sen aktarır. Sen de cüzgüden başlayırsan. Ben de müşterilərə demək istəyirəm ki, Akifin yenisiz, qardaş, siz ev axtarın. Biz necə ev axtarıb tapırıq, yaxşı evlər çıxardırıqsa, siz də yaxşı ev tapın bizim vasitəmizlə. Alın da qardaşım bax. Məsələn, Mida 1-də 58 kvadratdır, tam əşyadır. Bütün mebel sistemi qalır evdə. Gözəl qardaşım, qiyməti də çox münasibdir. Elektron əşyalar çıxılır. Qiyməti neçəyə? Qardaş, çək deyəcəm daha təhəsssən Akif. Sən axtarırlar, qiyməti də gözləsin. Bax, bura bizim zalımızdır, 58 kvadratdır. Bura bizim yataq otağımızdır, səs səhmət çox səliqəli, səhmanlı, gözəl evi. Bura bizim kaldorumuzdur, dən çək baxsınlar. Hamamsan üzerini çək, gəl, zəhmət olmasın. Çox səliqəli, səhmanlı, uyut nevdir, özdə haldadır, gözəl qardaş. Mida 1-də hər bir şəraitin qurublar, həyətinə düşürsən elə bir, maşallah, ölmüsən cənnətə düşürsən. Günahsız bəndəsən. Gəl, bura bizim mətbəximiz 2 dənə balkondan ibarətdir. Sizə bir balada köməkliyidir. Bir dənə ən yaxşı binalardan biri, girişlə 5-ci bina. Amma girişi həyatı boyu deməli. Bəzi makrelerin acığını. Qardaşım, 5-ci binada 7 mərtəbəli binanın 7-ci mərtəbəsində 58 kvadrat əşyalar mebel olaraq qalır, elektron çıxır. Neçəyə gözəl qardaş? Siz bunu satıyorsunuz 110 minə əşyasız, mən əşya ilə bir yerdə neçəyə verirəm? Bizim fərqimiz olur qardaş, nə oldu? 109 min manatı deyirəm, hələ sən real gəlirsənsə, oturuq bu divanda, bu solda inşallah səndən razılaşır. Qardaşım, Akif axtarma. Yaxşı ev axtarın, əlinizdə beklə. Zənglərinizi gözləyir inşallah.